Abşeronun qədim yurd yerlərindən biri Xırdalan kəndi. Tarixi memarlıq abidələri ilə maraq doğuran bu torpağı gəzdikcə düşünürsən ki, yüzillər öncə Kültəpə deyilən bir yerdə məskən salan insanlar Keçəl dağın palçıq vulkanı qarşısında tab gətirməyib ərazini tərk etmişlər. Zaman keçmiş, 3 əsr sonra yenidən köhnə kəndin yerində gün çıxana qarşı Zil təpənin ətəyində yurt salmışlar. Beləliklə, kənd 17-ci əsrdən başlayaraq ikinci həyatını yaşamağa başlamışdı. Xırdalan mənim anadan olduğum kənddir. 1942-ci ilin aprelində dünyaya göz açmışam. 48-ci ildə Xırdalan kəndindəki 92 nömrəli orta məktəbin 1-ci sinifinə getmişəm və mən məktəbi 58-ci ildə bitirmişəm. Məktəb illərində Xırdalanda neçə məhəllə, neçə tayfa olduğunun müəllimlərimizdən, yuxarı sinif şagirdlərindən, valideynlərimizdən öyrənmişəm. Xırdalan tarixi 400 ildən keçir. Dəqiq onun tarixini dəqiqləşdirmək üçün ola bilsin ki, alimlər işləyirlər, mənim xəbərim yoxdur. Xırdalanda böyük tayfalar var. Ağabballar, Səfqanlılar, Şirvanlılar, Fərəməzdilər, Hacıqocalılar, Qırçılar, Almuradlılar və müharibədən sonra bir də məhəllə yarandı. Bizim, belə deyək də, oturduğumuz yerdən təxminən 1 kilometr cənuba tərəf. Orada da Dağlar məhəlləsi. Bu məhəllə daxili, tayfa daxili, qohumluq əlaqələri Xırdalanda bütövlük yaradıb. Yəni, biz Almuradlıyıq, Səfqanlıya qız vermərik, hələ söhbət yoxdur. Yaxşı kişilər də olub, ağsaqqallar da olub. Dəniz səviyyəsindən 71 metr yüksəkdəki bu kənd tarixən karvan yolu üzərində yerləşdiyindən belə hesab edilib ki, Xırdalan adı elə bununla bağlı yaranıb. Hündürtəpə yamacında yerləşən və çoxdan şəhərə birləşən kəndin bir zamanlar böyük əkin yerləri olub. Xırdalı, yəni əkin yerindən geridə məskunlaşan kəndin adı ilə bağlı ikinci versiyada belə formalaşıb. Xırdalanın coğrafi mövqeyinə də baxanda o karvan yolunun üstündə yerləşir. Azərbaycan özü ümumiyyətlə Böyük İpək yolunun üstündə yerləşən bir ölkədir və o qəbildən də Xırdalan kəndi də karvan yolunun üstündə yerləşir. Bakı, Şirvan və Bakı, Dərbənd ticarət yollarının qovşağında yerləşən bir ərazidir. Xırdalan kəndinin adının, toponiminin mənası da bir variantı elə xırd alan sözlərinin mənası birləşməsindən əmələ gəlib. Yəni, tacirlərin ticarət elədikləri yer, öz mallarını satdığı yer. Çünki bir vaxtlar Xırdalan ərazisində böyük karvansaralar olub. Burada gələn tacirlərin gecələməsi üçün şərait olub. Zaman keçdikcə Xırdalan kəndi böyümüş, böyük bir qəsəbəyə çevrilmiş və nəhayət şəhər statusu alıb bugünkü günümüzə gəlib çatmışdır. Tipik xüsusiyyətlərinə görə seçilən Abşeron Memarlıq Məktəbinə xas olan abidələrin tarixi bugün də öz əhəmiyyətini itirməyib. Əsasən orta əsrlərdə inşa edilən məscidlər, türbələr, qalalar, hamamlar və ovdanlardan görəsən Xırdalanda nə var, nə yox? Tarixinə nəzər salanda burada köhnə dövrdən qalmış tarixi abidələr, məsciddir, ovdanlardır. Təəssüf ki, ovdanlar bu günümüzə qədər gəlib çatmayıblar. Köhnə hamam dediyimiz Məşədi İmam Baxış hamamıdır. Köhnə karvansaranın yeridir. İndiki mədrəsənin yerləşdiyi binadır. Vaxtilə dəyirman kimi istifadə olunub. Və bu abidələr bu günləri burada mövcuddur. Hazırda dayandığımız küçə Xırdalanın birinci əhalisinin məskunlaşdığı Hacıqocalı tayfasının yaşadığı bir küçədir.
Xırdalandakı tarixi abidələrdən bəhs eləyəndə burada Zeynalabdin Tağıyev tərəfindən tikilmiş məktəbdən də danışmaq lazımdır. Hacı Zeynalabdin Tağıyev rəhmətlik Bakı yollar su kəmərini çəkəndə yolu Xırdalandan düşüb və burada təhsil ocağının olub-olmamağı ilə maraqlanıb. Ona məlumat veriblər ki, bəs burada məscidin axundi Molla Mikail Axund evində bir mədrəsə açıb. O sonra öz vəsaiti hesabına Hacı Zeynalabdin Tağıyev Xırdalan üçün bir orta məktəb tikdirib. ...1842-ci ildə Axund Hacı Molla Qafur Molla Ələsgəroğlunun təşəbbüsü Xırdalan kəndinin bütün imkanlı sakinlərini demək olar ki, səfərbər etmişdi. Vaxtilə kiçik köhnə məscidin yerində yeni məscid tikilirdi. Alatavadan, Güzdəydən, at arabalarında daş daşınırdı. Sütunların hazırlanmasında yumurta sarısından istifadə edilirdi. Bu Xırdalan Cümə məscidi 1884-cü ildə orada yazılıb, orada neçənci ki tikilib və bunun da rəhbərliyi edən Molla Qafur adında bir Xırdalanda kəndini sevən, Allahını sevən insanlardan biri olub. Burada məscidin yanında Seydağa var idi. Nazım Seyidlər, bunların danışığına əsaslanaraq mən bunu söhbət edirəm və bütün kənd cəmaatı, onda da kənddə bir o qədər indiki kimi ev eşiyi olmayıb. Olub da təxmini deyə bilmərəm neçə dənə ev olub və yığışıblar bir yerə ki, Allah xatirinə bir məscid tikir. Və rəhbərliyi də mən yazıldığı kimi ağsaqqallara düşmüşəm. Bütün nəzarəti, bütün mali işlərini, ustaların gəlməsi, eləməsi o təşkil edib və bütün kənd əhli burada iştirak edib. Nə qədər dəqiq deyə bilmərəm, bizim ona yaşımız çatmır, ancaq bütün hamısının burada əziyyəti olub və bu əziyyətin nəticəsində də Allahın evi gəlib bu vəziyyətə çıxıb. ...1899-cu ildə imanlı bir kənd sakini olan Hacı Hümbətəli məscidə minbər bağışlayır. Beləcə kəndin mərkəzində ucalan tək minarəli məscid köhnə kişilərdən bir yadigar olaraq öz ömrünü yaşamağa davam edir. Kəndin tarixi abidələrindən biri yaşı 130-u haqlayan Məşədi İmam Baxış hamamıdır. Deyilənə görə hamamın içində möcüzəli bir quyu olub. Sən demə, quyunun suyunda xalis qızılla qəlb qızılı ayırt etmək xüsusiyyəti varmış. Bu Məşədi İmam Baxış hamamı deyirlər, kənd arasında 1898-ci ildə Məşədi İmam Baxış tərəfindən inşa edilmişdir. Bu hamam təxminən 1964-cü ilə qədər fəaliyyətdə olmuş. Həftənin 3 günü qadınlar, 4 günü kişilər istifadə eləmişdir. Yaşlı kişilərin, yaşlıların dediklərinə görə Məşədi İmam Baxış həmişə bu hamama söykənərmiş, deyərmiş ki, bu mənim evladımdır, oğlumdur. Mən qocalanda bu hamam baxacaq mənə. Ona görə ki, Məşədi İmam Baxışın evladı olmamışdı. Ancaq o fikirləşmirmiş ki, bu hamam onun qatili olacaq. Ona görə ki, 1937-ci ildə repressiya zamanı bu sürgün olub. Heç qəbri də bilinmir ki, harada dəfn olunub. Hamam təmizlikdir. Təmizlik isə imandandır. Elə buna görə də orta əsrlərdə və sonrakı yüzilliklərdə hamam tikdirmək, məscid inşa etmək
salih əməllərdən sayılırdı. Bu hamamın arxasında 2 quyu vardı. Su quyuları. Birindən şirin su çıxırdı. Rəhmətli Məmməd Ələmi vardı, hamamı idarə edən. O oradan suyu götürərdi, hamamla istifadə edərdi. İkinci quyudan isə kükürtlü su çıxırdı. Çox müalicəli su idi. Buna görə çox adam bədəndə ağrılar olanda gəlib buradan o kükürtlü sudan götürərdi, vannaya tökərdi, oturardı içində, ya çimərdi, eləyərdi. Çox xeyirli idi. Həm də bizdə odan vardı, 2 odan vardı. Biri təxminən bu Xırdalan Binəqədi yolunun üstündə idi. İndi orada evlər tikilib, oradan da ləğv olub, sökülüb, dağılıb. Bir də kəndin içində idi bu yaxınlıqda. O da həmçinin uçub, dağılıb, əlamətləri qalmayıb. 45 illik fasilədən sonra yenə də hamamı işə salmaq, ömrünü uzatmaq istəyən mərd insanlar Məşədi İmam Baxışdan qalan yadigarə sahib çıxırlar. Mən bir gün buradan keçəndə gördüm ki, bir neçə uşaq oradan çıxdı hamamın içindən. Ancaq onu da deyim ki, bizim keçmiş icra başçının mavini Mirzə Aslanov tərəfindən bir neçə dəfə bura zibilin təmizləyib o kişi. Allah ömür versin, Allah canını sağ eləsin. Mən gəldim evə, fikirləşdim ki, istəyirəm evdə söhbət elədim, dedim, istəyirəm mən bu hamamı təmir edeyim. Evdəkilər hamısı razı oldular. 2009-cu ildə mən bu hamamı bərpa elədim və cəmaatın istifadəsinə verdim. Büyünə qədər bu hamam fəaliyyətdədir. Ancaq bir neçə il işlədi, ondan sonra biraz sakitlik oldu, gəlib gedən olmadı. Bir gün oğlum dedi ki, baba mən istəyirəm bunu təhvil verim. Dedim, ay oğlum, əgər biz onu təhvil versək, o Məşədi İmam Baxışın ruhu bizdən inciyər. Ona görə ki, o buna, bu hamama evladım deyirdi. Gəl sən nəzarət elə, icarə haqqını mən devlətə ödəyərəm. Bu ünvanla oğlum yenə də burada təmizliyinə, daxilinə, ətrafına baxır ki, zirzibil da tökən olmasın. Büyünə qədər işləyir. İndi mən elə bilirəm ki, o Məşədi İmam Baxış rəhmətlinin ruhu şaddır. Onun ruhu deyir, nəyimi deyir ki, gedən cismimdir, ruhum sizinlədir. O cismən bizdən ayrılsa da, ruhcan o hamama evi də qalmayıb onun, yeganə hamamdır onun. Qoy onun ruhu şad olsun. İnsanoğlunun həyat yolu təbii qanuna uyğunluqla şəkillənir. Bizi əhatə edən 4 ünsürdən ən güclüsü bağlı olduğumuz torpaqdır. Ömrümüz bitəndə həyatda ikən qurub yaratdığımızı torpaq üzərində buraxaraq yenə də torpağa qayıdırıq. Kərbəlayı Abdürzaq oğlu Hacıbala dayı, ondan yoxdur ki. Əslən Təbrizdən olan, Xırdalanda ona Dəyirmançı İbrahim deyirlər. Məşədi İbrahim, ondan yoxdur ki. Mirsəqulu oğlu İbrahim əmi, ondan yoxdur ki. Kərbəlayı Aslan oğlu Gülvala, ondan yoxdur ki. Var, Allah bərəkət versin. O mənada ki, amma o kişilərin ayaqqabısını mən kimi, məndən sonra gələn nəsil geysə də, o yerişi yeriyə bilmirlər. Onlar qan yatızdırırlar. Gedirlər, alınmayan məsələni heç nə ilə 2 dəqiqənin içərisində belə demək mümkünsə, bu məsələni həll eləyirdilər. Və həmən o kişilərin oğlanları müharibə vaxtında, mən onu 2010-cu ildə qələm aldım, Xırdalandan uzaqlarda. Gediblər müharibəyə 49 nəfər. Onların kəfənləri əskər şineli olub. Yerləri məlum deyil.
bir neçəsini çıxmaq şərti ilə. Hər evlərdə yer plətəsi idi. Daşla tikirlər, yer plətəsi. Qara nöğütlə yandırırlar o peçləri. Cəmaət eləsi var ki, tıxovka qoyur deyib peçin içinə. Orada şəkərbə, qoqalı, hər şey onu pişirirlər. Qonşular gəlir, hamısı bizim evdə pişirirlər. Bizdə vardı, gəlirlər, bizdə pişirirdilər. Novruz bayramı, nişanlı qızdarsın, bayramlıq aparırdılar, hər şey aparırdılar. Hər dügüsünü, ətini, yağını, hər şeyin. Toylarda da ki, qızın toyunda oğlan öyle bir toy aparırdı. Düğüsünü aparırdı, yağını aparırdı, ununu aparırdı, hamısını. Toyda ne hazır olacak o şeyleri hamısını oğlan öyle gelinin toyunda aparmalıydı. Allah dünyamıza eminəmanlıq eləsin. Cavanlarımız xeyirli vəli olsunlar. Allah onları xoşbəxt eləsin. Təsəvvür edin, indi isti ocaqlar yanan bu evlərin tikildiyi ərazidə vaxtilə köhnə qəbristanlıq olub. Sonra yenə də həyat canlanıb. Kəndin yeni məzarlığı bir qədər uzaq məsafədə salınıb. Xırdalan qəbristanlığı əvvəllər 2 yerdə olub. Biri olub bugünkü 2 nömrəli uşaq bağçasının yerində. Onu o vaxtı rəhmətli Hacı Zeynalabdin Tağıyev 5 sinif həcmində oranın məktəb tikdirib. Sonra olub ateş, ondan sonra olub ora uşaq bağçası. O qəbristanlıqda uyuyanların tarixi biraz uzaqdır. Buradakıların tarixi gedir çıxır hardasa 30-cu illərə, 30-dan sonra rəhmətə gedənlər burada dəfn olunurlar. Bakı kəndləri içərisində ən böyük qəbristanlıqlardan biri Xırdalan qəbristanlığıdır. Ziltəpənin zirvəsində Zil piri deyilən bir inanc yeri olub. İnanışa görə xəstə insanlar orada şəfa tapıblar. Kənd Xırdalanda köhnə qəbristanlıq vardı. O köhnə qəbristanlıq Sovet hakimiyyətinin təzə illərində tamam bərbad hal saldılar, uçutdular. Ondan sonra kənd cəmaatı öz dünyasını dəyişənləri burada dəfn edildilər. Ən qədim qəbir 1880-ci ildə var. Hələ ondan qabaq da dediyim kimi köhnə qəbristanlıq olub 1700 neçənci illər orada kənd sakinləri, yaşlı adamlardan eşitmişik. Gözümüzlə görməmişəm də onların söhbətlərindən belə məlum olur ki, orada 1700, 1600 neçənci illərdən dünyasını dəyişənlər olur. Sovet hakimiyyəti qurulanda artıq oranı 62-ci ildə ləğv elədilər. Bu yüksəklik yoxdur yuxarıda, böyük bir pir vardı orada. Oranın adı Zicil piri deyirdilər. Kimin əlinə, ayağına, barmaqlarına zicil deyilən bir şey var da, o müəyyən bir xəstəlikdir. Gəlirlər onun torpağından götürürdülər, yaş eləyib sürtürdülər ora. 2 gündən sonra sürüb tökülürdü. Yəni o pirin belə bir kəraməti vardı. İndi yuxarıya bir yeyi var. Yerin teydə uzaq da ora qalxmaq beləsi. Çox qədim pirdir. Xırdalan keçmişdə çox balaca kənd olmuş, əhalisi az olmuş. Burada get-gedə Xırdalan böyümüş və o qəsəbə şəklinə almışdır. 1963-cü ildə Xırdalan Abşeron rayonunun iqtisadi inkişaf mərkəzinə çevrilmişdir. Bundan sonra 2006-cı ildə Xırdalana şəhər statusu adı verilmiş və bu adla Xırdalan şəhəri çox böyük nailiyyətlər qazanmışdır. Bütün bunlarla yanaşı demək olar ki, Xırdalanın bugünkü inkişafı göz qabağındadır. Belə ki, Xırdalan şəhərində geniş hündür mərtəbəli möhtəşəm evlər, şəhər salma işləri gedir. Hər hazırda başqa Xırdalan ətrafında yeni binalar tikilir.
zavod fabrikalar inkişaf edir. Bunlar hamısı Xırdalanın inkişafının təzahürüdür. Digər tərəfdən Xırdalan şəhərində abadlıq işləri də çox gözəl gedir. Xırdalan şəhərində ən böyük işlərdən də biri təhsil sahəsində qazandığı müvəffəqiyyətlərdir. Hal-hazırda olduğumuz parkın içərisində çox gözəl şərait yaradılmış. Bundan başqa Xırdalanda digər parklar da fəaliyyət göstərir. Əvvəllər burada bir təhsil sahəsi, bir məktəb var idi. İndi hal-hazırda o məktəblərin sayı ona çatdırılmış. Bundan əlavə Xırdalan şəhərində bağçaların təşkili, bağçaların tikilməsi demək olar ki, Xırdalan şəhəri tərəqqidədir. Kənddən qəsəbəyə, qəsəbədən şəhərə doğru inkişaf edən Xırdalan böyüyüb, gözəlləşib. Kəndlə şəhərin qovuşduğu Xırdalanda gəzib gördüklərimizi 32-dən birində sizinlə paylaşdıq. Yeni ünvanda yeni görüşlər bizi gözləyir.